Allahla dost olmaqdan məqsəd budur ki, sən Allah dostları ilə dost olasan. Allahı sevənləri sevəsən. Allahı sevməyənlərdən uzaq olasan. Bütün aləm mənlə düşmən olsa, mənə heç aləm lazım deyil. Sən elə mənə bəssən. Mən, əsl mən ki var ha, o yalancı kimliyimi, egonu, o mən var ha, onu eşqə salanda eşq onu yandırır. Yandırır. Amma yandırmaqla islah eləyir də. O məni yerə sındırasan, o qürurdur, o təkəbbürdür. Eşq əhlində təkəbbür olmaz, qürur olmaz. Mənim canım çıxar, amma eşqin yolundan çıxmaram. Mən ölsəm də eşq əhlinin gəlib getdiyi yolda mənim qəbrimi qazın. Eşq əhlinin gəlib getdiyi o ziyarətgah İmam Hüseynin zəvvarlarının ayağının altında qəbrində var. Mən onda başa düşmüşəm ki, bəli, ayrılıqda anladım ki, kəndimə vüsal vaxtı nə gözəl imiş. Hər kəs Allahdandır. İnna lillah və inna ileyhi raciun və ona doğru getməkdədir. Mən vəslin həvəsindəyəm. Mən ona qovuşmağın həvəsindəyəm. Bu dünyada olan güldür, bülbüldür, çiçəkdir, filandır. Bunlar baş qatmaq üçündür. Ayrılıq zamanında mən öyrəndim ki, mən harda olmuşammış. Mən nə zövq görmüşəm burada. Saçlarım zülfün arasında gəzəndə anladım. Burada nə zövq səfa görmüş daraq məndən qabaq. Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund Baxışı verilişinin yeni buraxılışında salamlayırıq. Və biz yenə dəyərli ruhanimiz, ustad, şair Axund Azər Sani ilə bir yerdə sizlərin görüşünə gəlmişik və Axund yenə növbəti bir qəzələ öz baxışını bildirəcək bizlərə. Yeri gəlmişkən Hacını salamlayaq. Hacı salam, necəsiz? Aleykümselam, Allah razı olsun, sağ olun, çox olsun. Hacı, xoş gəlmişsiniz. Teşekkür ederim. İnşallah elə keçək qəzələ, qəzəli biz sizin qiraətinizdə eşidək. Dostum, aləm sənin üçün gər olur düşmən mənə. Dostum, aləm sənin üçün gər olur düşmən mənə, qəm deyil, zira yetərsən dost ancaq sən mənə. Eşqə saldım mən məni, pənd almayıb bir dostudan, heç düşmən eyləməz anik etdim mən mənə. Can tən olduqca məndən dərd dağ əksik deyil. Çıxsa can, xauk olsa tən, nə can gərək, nə tən mənə. Vəsl-i qədrin bilmədim hicran bəlasın çəkmədən, zülmət-i hicr etdi çox mübhəm işi rovşən mənə. Dud əxgərdir mənə sərv ilə gül, ey bağban, neylərəm mən gülşəni, gülşən sənə, gülxən mənə. Qəmzə tiğin çəkdi olmə, olma qafil ey könül, kim müqərrərdir bugün, ölmək sənə, şivən mənə. Ey Füzuli, çıxdı can, çıxmam təriqi eşqdən, rəhgüzari əhl-i eşq üzrə qılın mədfən mənə. Qəzəlin birinci beytindən başlayırıq, rədif mənədir. Əvvəl buna qeyd eləməliyik ki, insanda mən var, ondan içəri bir dənə mən var. Bir var o həqiqi mən, bir var o qondarma mən ki, biz ego deyirik ona. Yalancı kimlik də deyirlər ona. Burada bəzən mənlər bir-birini əvəz eləyir, gərək özün tapasan ki, bu hansı mənə aiddir. Və hərdən də elə olur ki, o mənə aid olanda bir cür olur, bu mənə aid olanda bir cür olur.
Əvvəl müraciət eləyir ki, dostum. Füzulinin bu dostum dediyi varlıq burada mənim nəzərimdə Allah nəzərdə tutulur ki, dostum, aləm sənin üçün gər ola düşmən mənə. Bütün aləm sənə görə mənə düşmən olsa, sırf Azərbaycan sözləridir, yəni müasir bizim dildə işlənilən sözlərdir. Sadəcə olaraq dost sözü, orada u bəzən uzanır da. Çünki dost sözü özü fars sözüdür. Orada uzanan sahitlər olduğuna görə və burada da icazəli formada uzadılır. Ya dostum. Bir dostum müraciət. Aləm sənin üçün gər ola düşmən mənə, qəm deyil. Problem yoxdur burada. Zira sözü yəni çünki deməkdir. Zira çünki yetərsən dosta ancaq sən mənə. Əslində bu məsələ təvəllə, təbərrə məsələsinə toxunur burada da. Deyir ki, mən səni sevdiyimə görə, səni ilə dost olduğuma görə, bütün aləm məni ilə düşmən olsa, mən üçün bu problem deyil. Kifayətdir ki, sən mənə dost olursan. Əvvəl başa düşmək lazımdır ki, Allahla dost olmaq nə deməkdir? Məsəl üçün, Allah Teala deyir, mənə itaət etmək istəyirsən, mənim rəsuluma itaət elə. Əmr sahiblərinə itaət elə. Yəni, Allahla dost olmaqdan məqsəd budur ki, sən Allah dostları ilə dost olasan. Allahı sevənləri sevəsən. Allahı sevməyənlərdən uzaq olasan. Allahın sevdiyi işləri görəsən. Allahın sevmədiyi işlərdən uzaq olasan, bunların şərtləridir. Yoxsa Allah elə bir varlıq deyil ki, sən onu təsəvvürə gətirəsən, bu ilə dost olasan. Allahla necə dost olarlar? Allahla dost olmağın yolu Allahın sevdiklərini sevərək etmək. Tək etmək yox, Allahın sevdiklərini sevmək. Allahın sevmədiklərindən uzaqlaşmaq yox, Allahın sevmədiklərini sən də sevməyəsən. Bundan gedir söz, bu dostluğa gətirir, çıxartır ki, buna görə bütün aləm mənlə düşmən olsa, mənə heç aləm lazımdır. Sən elə mənə bəssən. Ki, belə bir hədisimiz də var ki, xəlqə görə Allah qanununu tapdayanı, Allahı yəni atıb qırağa xalqa görə iş görəni, Allah elə buraxar xalqın ümidinə. Amma Allah deyəni eləyəsən, xalqı gözünün qabağında tutasan ki, xalq sənə əks çıxa, amma sən Allah deyəni eləyəsən, onda Allah Teala elə eləyər ki, səni salar xalqın qəlbinə, sevgi. Və bu, tarix boyda belə olub, tarix bunu sübut da eləyib. Və ona görə də Füzuli deyir, dostum, aləm sənin üçün gər olur düşmən mənə, qəm deyil, zira yetərsən dost, ancaq sən mənə. Mən belə düşünürəm ki, Füzuli bunu Allaha deyir, başqa adam istəyir hər hansı bir sevgilisine bu cürdə müraciət edib ki, aləm qalxsa səni məndən almağa, hamıdan alaram, götürürəm səni. Geçsün də dünyanın sonuna qədər düşərəm arxınca, ötürürəm səni. Allah Müşid Babaya da rəhmət eləsin. Yəni, belənçiyinə də, indi yenə deyəm, hər kəs öz arşını ilə ölçə. Eşqə saldım mən məni, pənd almayıb bir dostudan, heç düşmən eyləməz anı ki, etdim mən mənə. Bunun birinci təhlili belədir ki, mən eşqə özümü saldım, mən məni eşqə saldım. Pənd nədir? Nəsihət. Pənd almaq, nəsihət almaqdır. Deyir, mən özümü eşqə saldım, heç bir dostdan nəsihət belə almadan. Əvvəla bu eşq belə bir məfhumdur ki, orada nəsihət keçmir. Məni rüsvav görüb eyb etmə, ey nasih ki, məzuram. Fəzai eşqi gördüm kim səlahi əqlidən duram. Eşqin fəzasını görmüşəm, ağlın səlahiyyətindən uzağam. Məni rüsva görüb, eyb eləməklə, ey nasih.
ki, məzuram. Türklər deyir, mağduram, yəni ki, üzürlüyəm. Nə qədər olur olsun, eşq əhlinə pənd, yəni nəsihət, neynəməz? Təsir eləməz. Eşqi mənin qılma nasihdən qabıldır. Ey Füzuli, eşqi mənin qılma nasihdən qabıldır. Nasih nəsihət eləyəndir. Pənd verənə nasih deyərlər, nəsihət eləyən. Deyir, mən heç bir dostdan nəsihət, məsləhət almadan özüm özümə eşqə saldım. Bunun yaxşı mənası budur ki, heç düşmən eyləməz anı ki, etdim mənə. Onu o yaxşılığı düşmən mənə eləməz. Özüm özümə elədim. Bu yaxşılıq. Bir də ironiya ilə, kinayə ilə deyir ki, hə, mən məni eşqə saldım. Həmən o mən, əsl mən ki var ha, o yalancı kimliyimi, egonu, o mən var ha, onu eşqə salanda eşq onu yandırır. Bunda düşmən adam eləməz. Bunu yandırır əslində. Yandırır. Amma yandırmaqla islah eləyir də. O məni yerə sındırasan, o qürurdur, o təkəbbürdür. Eşq əhlində təkəbbür olmaz, qürur olmaz. Eşq əhli üftada olar. Düşər yerə. Bəli. Onun üçün deyir ki, mən həmin o mən var ha, onu saldım, eşqin oduna. Heç kəsdən də nəsihət, pənd almadım. Ki, bunun hələ buna layiqdir ki, bu sındırmalıyam mən bunu. Və o qədər çətin idi ki, bu iş, bu proses doğrudan çətindir. Heç düşmən eyləməz, anı ki etdim, mənə. O mən var, o yalancı kimlik, həmən o ego, həmən o yalancı mən. Ona mən elədiyim müsibəti heç düşmən eləməz. Canı tən olduqca, nə qədər ki can və bədən məndə var, canı tən olduqca məndən dərd-ü dağ əksik deyil. Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mənə. Burada canla tənidir. Tən bədəndir, can da candır. İnsan iki hissədən ibarətdir. Candan və cisimdən və mənadan. Can mənəviyyatdır, ruhaniyyatdır. Tən isə maddiyyatdır. Məndə nə qədər ki o canla tən var, bir yerdədirlər. Dərd-i dağ əksik deyil. Dərd cana aiddir. Dağ cismə. Dağ cismə aiddir. Çünki canla tənin adını çəkir, can, tən. Sonra gəlir dərd, dağ. Elə bil ki, cismə vurulan o dərd ki var, əziyyət verilir, cism onu qəbul eləyir. Ruhun özünün də bir əziyyəti var. Məsəl üçün, neynənsə zərbə vurulsa, bədən dərdi çəkər. Amma canın çəkdiyi dərd zərbə ilə olmur. Sözlə olur, təni ilə olur, kinayə ilə olur, təhqirlə olur, təhdidlə olur. Bədən heç nə eləmirlər, amma istirab çəkirsən. Nə qədər deyir canla tən, canı tən olduqca, bu canu var ha, o nədir? Və. Can və tən, canu tən. Həmişə qiraətdə səhv salırlar da, unun yerinə i deyirlər. I ilə olanda izafətdir. U-la olanda və deməkdir. Deyir, məsəl üçün, şəb-i hicran yanar canım. Şəb-i hicran, yəni ayrılıq gecəsi. Hicran ayrılıqdır, şəb gecədir. Şəb-i hicran yanar canım. Deyirlər, şəb-u hicran. Şəb-u hicran da öyle. Şəb-u hicranda onda məna olur ki, gecə və ayrılıq. Məna çıxmır axı. O şeyə fikir vermək lazımdır ki, can-u tən, can və bədən olduqca nə qədər ki var, məndən dərd-u dağ, dərdi dağ yox, dərd-u dağ, yəni dərd və dağ əksik deyil. Bunun bir dənə yolu var. Çıxsa can, xalq olsa tən, nə can gərək, nə tən mənə. Bir vəslə qədrin bilmədim hicran bəlasını çəkmədən. Nə gözəl deyib. Vəsil qovuşmaqdır. Qovuşmağın qədrini bilmədim. Nə qədər ki, hicran bəlasını çəkmədən, ayrılıq dərdini çəkməsən, hicran nə qədər deyir, uzun olsa, vüsul o qədər şirin olar, məsəl var. Vəsl və hicran məsələsi də budur ki, insan bir neymətdən ayrı düşəndə onun qədrini bilir. Və onun qəlbi həssaslaşır. Bunu dəfələrlə misal getirmişik. Həzrəti Yaqub
2000 kilometrlikdən Yusifin köynəyinin iyini hiss elədi. Amma 30 il əvvəl 2 kilometr o yanda quyunun özündən çıxartanda Yusifi hiss eləmədi. Niyə? Çünki 30 il ərzində bu hicran, ayrılıq o qədər onun qəlbini həssas eləmişdi ki, bu vəslə iştiyaqı, həvəsi birazdan eyləmişdi, artmışdı. Bir vəsl-i qədrin bilmədim, hicran bəlasını çəkmədən. Məsələn, orucluqda da belədir. İnsan oruc olanda bilir də suyun, çayın, yeməyin qədrini. Vəsl-i qədrin bilmədim, hicran bəlasını çəkmədən, zülməti hicr, yəni hicranın zülməti, etdi çox mübhəm işi rovşən mənə. Mübhəm iş nədir? Gizli. Rovşan nədir? Aydın. Rovşan sözünün mənası aydın, işıqlı. Bu ayrılıq zamanında mən öyrəndim ki, mən harda olmuşammış, mən nə zövq görmüşəm burada. Saçlarım zülfün arasında gəzəndə anladım, burada nə zövq səfa görmüş daraq məndən qabaq. Eşqə bir çox kimsələr salmış maraq məndən qabaq. Deşdə Məcnun düşdü, Fərhad çapdı dağ məndən qabaq. Mən onda başa düşmüşəm ki, bəli, ayrılıqda anladım ki, sən demə vüsal vaxtı nə gözəl imiş. Hər kəs Allahdandır, inna lillah, inna ileyhi raciun və ona doğru getməkdədir. Ondan ayrılanda hələ bu hicran vaxtı budur. Bəs ki, hicranındadır xasiyyəti qat'i həyat. Bəs ki, hicranındadır xasiyyəti qat'i həyat, həyatın kəsilməyi, sonu. Onun xasiyyəti hələ sənin hicran ayrılığındadır. Ol həyat əhlinə heyranəm ki, hicranındadır. Səndən ayrı o həyat əhlinə heyrət demirlər, necə kef eləyirlər. Halbuki hicran içindədir. Və acibtü limən əyqənə bil mevt. Təəccüb edirəm o kəslərə ki, bilirlər ki, öləcəklər. Keyfi yefrəhu və keyfi yecməül mal. Necə kef eləyirlər, fərəhlənirlər. Necə mal toplamaqla məşğuldular. Vəsl-i qədrin bilmədim hicran bəlasını çəkmədən, zülməti hicr etdi çox mübhəm işi rovşən mənə, dud əxgərdir mənə sərvi ilə gül ey bağban. Dud tüstüyə deyərlər. Dudkeş sözü var ha, keşikdən çəkməkdir də, hə? Dud tüstünü çəkən. Hə. Bir dud əxgərdir. Əxgər də ocaqdır. Ocaq. Ocaqda bir qırmızılıq var. Tüstüsə üzü yuxarı qalxır. Onu təşbih gətirir sərvi ilə gül. Ey bağban, sərvi yuxarı qalxandır. Gül də qırmızıdır. Gül də qırmızıdır, ocağa oxşayır. Bağda sərv ağacı da var, hündür ağac. Gül də var. Hələ belki biri ocaqdır, gül, qırmızılıq ocaq mənasında yanır. O da onun tüstüsü də qalxır göyə. Deyir, dud əxkardır mənə sərvi ilə gül, ey bağban. Sən o gülün, sərvin mənim üçün tüstüdür, ocaqdır, ey bağban. Neynirəm mən gülşəni? Gülşən sənə, gülxən mənə. Mən gülşəni neynirəm? Gülşən qoy sənin olsun. Orada ocaq var axı. Ocaq sönəndən sonra külxən olur. Ora küllük. Biz deyirik küllük. Bir xərabə yer üçün küllük deyirik. Bəli, yanıb qutarandan sonra artıq köz də qalmır. Köz özü də külə dönür. Heç nəyə lazım olmur. Küləyi soğurub aparır. Deyir ki, həmən o küllük qoy mənim olsun. Gülşən sənin olsun. Niyə deyir bunu bağbana? Bağbanla nə prinsipi var Füzulinin? Məsələ odur ki, mən vəslin həvəsindəyəm, mən ona qovuşmağın həvəsindəyəm. Bu dünyada olan güldür, bülbüldür, çiçəkdir, filandır. Bunlar baş qatmaq üçündür. Həmən o keyfi yefrəhu və keyfi icməul mal. Bir insan ki, bilir hansı görüşə gedəcək. Niyə o görüşün həvəsi ilə yaşamır? Bu güllük, çiçəklik hamısı oyun oyuncaqdır. Dünya oyun və oyuncaqdır. Ona görə deyir ki, dud əxkardır mənə sərvi ilə gül ey bağban. Neynirəm mən gülşəni, gülşən sənə, gülxan mənə. Sonra deyir, qəmzət yığın çəkdi olma.
Olma qafilə könül, qəmzə tiğin, qəmzə baxışdır, baxış. Tiğ nədir? Kəsici bir qılınc filan. Baxış qılıncını çəkdi sənin üçün. Olma qafil, ey könül öz iç dünyasına deyir ki, qafil olma, öz-özünə deyir, qafil olma ya, qılıncı çəkib sənin üçün. Kim müqarrərdir bugün? Bugün qərarlaşıb. Kim müqarrərdir bugün? Nə? Ölmək sənə, şivən mənə. Sən öləcəksən, mən də sənin üstündə şivən çəkəcəyəm. Qafil olma. Yar qəmzəsinin tiğin çəkib. Əslində, yarın qəmzəsinin o tiği ki var, insanı vəslə aparan, qovuşmağa aparan bir nədir? Yoldur. Ey Füzuli, çıxdı can, canım çıxdı. Çıxmam tariqi eşqdən. Tariqi yoldur. Eşqin yolundan çıxmaram. Can çıxar, türklərin məsələ var, can çıxar, huy çıxmaz. Huy xasiyyətdir də. Deyir ki, ey Füzuli, çıxdı can. Canım çıxdı, amma çıxmam tariqi eşqdən. Eşq yolundan çıxmaram. Sonra gör nə deyir? Niyə? Dediyi sözü sübut eləyir. Deyir ki, rəhgüzari ehli eşq, rəhgüzari əhli eşq, eşq əhlinin yolu. Rəhgüzar o yoldan ki, eşq əhli gəlib keçirlər ha. Rəhgüzari əhli eşq üzrə qılum mədfən mənə. Mədfən dəfnin zadıdır da, yəni o yerdə ki, dəfn olunursa. Abbas Səhəddə var, vətən övladımızın məskənidir, vətən əcdadımızın mədfənidir. Yəni bastırılan, dəfn olunan yeridir. Mədfən odur ki, bir yerdə bastırırsan, dəfn eləyirsən, oradır. Deyir, mənim canım çıxar, amma eşqin yolundan çıxmaram. Mən ölsəm də eşq əhlinin gəlib getdiyi yolda mənim qəbrimi qazın. Və yenə də hələ, həyatı da elədir. Ölümdən sonraki həyatı da elədir ki, eşq əhlinin gəlib getdiyi o ziyarətgah İmam Hüseynin zəvvarlarının ayağının altında qəbri də var. Ona görə ey Füzuli, çıxdı can, çıxmam təriqi eşqdən, rəhgüzari əhli eşq üzrə qılun mədfən mənə. Təşəkkür eləyirik Hacı, Allah razı olsun. Mən təşəkkür edirəm. Çox gözəl bir veriliş keçdi. Əminəm, izləyicilərə də maraqlı olacaq. Biz isə hələlik növbəti buraxılışlarda görüşmək ümidi ilə sizinlə sağollaşırıq.